xeyir olsun uşaqlar. Bugün biz sizinlə 5-ci sinif təbiət fənnindən kiçik summativ qiymətləndirmə üçün versiya suallarının izahlarına baxacağıq. Əvvəlcə keçək birinci suala. Birinci sualda soruşur, maddənin neçə halı var? Əlbəttə ki, uşaqlar, artıq biz hamımız bilirik ki, maddənin neçə halı var? 3 halı var. O zaman qeyd edək. A variantı. Nə zaman zərrəciklər bir-birindən uzaqlaşır? Uşaqlar, biz öyrənmişik ki, əgər maddənin bərk halı olarsa, zərrəciklər bir-birinə yaxın olur. Demək ki, bərk halı nə zaman olur? Donduqda, soyuduqda. Amma nə zaman zərrəciklər bir-birinə uzaq olur? Qaz halında. Və bu o deməkdir ki, maddə qızdıqda zərrəciklər bir-birindən uzaqlaşır. Aşağıdakilərdən hansı bərk haldadır? Əlbəttə ki, su, civə, dəmir, oksigen. Bunların içərisində bərk halda olan dəmirdir. Suyun qaynama və donma temperaturunu müəyyən edin. Uşaqlar, diqqət edin. Birinci qaynama, sonra donma temperaturunu müəyyənləşdirməliyik. Biz bilirik ki, su 100 dərəcədə qaynayır, 0 dərəcədə donur. Ona görə D variantını götürürük. Diqqətli olun uşaqlar. Əgər desəydi donma və qaynama temperaturu, o zaman C variantını götürərdiniz. Diqqətli olun mütləq. Sonra 5-ci suala keçək. Hansı halda zərrəciklər nizamla düzülür və sərbəst hərəkət etmir? Nizamla düzülmə əlbəttə ki, bərk halındadır, yenə də deyirik uşaqlar. Amma sərbəst halda hərəkət edərdisə, qaz halını götürərdik. Buxarlanmaya kömək edən amillər hansılardır? Aha, diqqət edək uşaqlar. Əslində bunların hər biri buxarlanmaya təsir edir. Temperaturda, küləkdə, rütubətdə, hava ilə təmasda olan səthin sahəsidə. Amma bizdən nə soruşur? Bizdən soruşur ki, buxarlanmaya kömək edən amillər. Yəni bunların içərisində hansı amillər buxarlanmanı sürətləndirir? Bəli. Diqqət etsək uşaqlar, harda rütubət varsa, o variantı çıxacaq. Niyə görə? Çünki rütubət olan yerdə buxarlanma azalır. Yəni, rütubət buxarlanmanın sürətini azaldır, kömək etmir. Ona görə C və B variantı çıxır. Bəli, yerdə qalır A variantı. Həm buxarlanmaya kömək edir temperatur və külək də onun üzərindəki buxar təbəqəsini qovur və yenidən buxarlanmanı sürətləndirir. 7-ci sual. Maddənin qaz halından maye halına keçməsi hansı prosesdir? Bəli, qaz halından maye halına keçmə kondensasiya adlanır uşaqlar. Kütlə vahidləri olan cərgəni göstərin. Burada litr kütlə vahidi deyil, burada metrin kubu da kütlə vahidi deyil, yenə də litr kütlə vahidi deyil, qram, kiloqram, ton, bunların hər biri kütlə vahididir. Hansı halda zərrəciklər sərbəst hərəkət edir? Əslində, biraz əvvəl buna uyğun biz misal göstərmişdik. Bərk halında zərrəciklər bir-birinə çox sıx yerləşir. Yəni, sərbəst hərəkət etmir. Amma qaz halında isə zərrəciklər bir-birindən uzaq yerləşdiyinə görə sərbəst hərəkət edirlər. Ona görə sərbəst hərəkət edirsə, qaz halını götürərik. Və 10-cu sualı müəyyənləşdirək. Mayenin qaz halına keçməsi hansı hadisədir? Diqqət edək. Mayenin qaz halına keçməsi. Mayenin qaz halına keçməsi əlbəttə ki, qaynamadır uşaqlar. Çünki əvvəlcə maye halında olur, sonra buxarlandıqca qaz halına keçir. Bu da qaynamadır. Amma əksin soruşsaydık ki, qazın mayeye keçməsi, o olardı kondensasiya. Belə uşaqlar, biz bu şəkildə bütün versiya suallarını, izahlarını vermiş olduq. Dərslərinizdə sizə bol-bol uğur arzu edirəm. Sağ olun uşaqlar.